Hər şey salam, yeni videoda qarşınızdayım. Bugünkü videomuz yenə fərqli bir konseptdir. Bugünkü videomuzda yenə real biznes haqqında danışacağıq. Bilirsiniz ki, bu haqda yenə video çəkmişdim. Yenə məndən ətraflı video istədilər, yəni soru-sual elədilər. Bu dəfə də yəni real biznesin haqqında ətraflı danışacağam, bağlanmasının haqqında danışacağam, araşdıracağıq. Nə olsa hamısını sizə düz şəkildə deyəcəm. Ona görə axıra kimi izləyin. Mən də dedim qoy hər şey dərindən maraqlanım, izləyim, araşdırım, sonra sizə ətraflı bir video çəkib. Ona görə bütün videoya axıra kimi baxın ki, bu videoya axıra kimi baxın ki, bütün beyninizdəki suallar, problemlər ortadan yox olsun. Yəni hər şeyi dəqiq ətraflı biləsiniz ki, sonra gedib orada burada aldanmayasınız, yaxud da pulunuz batmasın boş-boşuna. Ona görə gəlin videoya axıra kimi baxın. Bilirsiniz, real biznes pul qazandıran proqram idi. Yəni hər kəs demək olar ki, əksəriyyət insan istifadə edirdi. Mənim də bunun haqqında bir dənə videom var. Yəni bu videoda ətraflı hər şeyi başa salmışdım. Pul çıxarıb pul yatırım eləmək, hər şeyi bir-bir dərindən başa salmışdım. Ətraflı videoydu. Yəni ki, bir-bir hər şeyi sıfırdan başa salmışdım. Amma indi bilirsiniz ki, təəssüf ki, real biznes bağlanıb. İndi gəlin onu araşdıraq. Baxın dostlar, keçən videoda, bayaq göstərdiyim videoda mən real biznesi açmışdım hesabı və burada hesabıma giriş eləyib onun pul çıxarmağa, pul yatırım eləmək yollarını başa salmışdım. İndi görürsünüz, yəni real biznes yoxdur. Safari sunucu bulunmadığı üçün sayfa açmıyor deyir. Yəni belə bir sayt olmadığı üçün səhifə açılmır deyir. Bildiyiniz kimi, yəni bu qısacası bağlanıb. Yəni mən də sizlər kimi elə bilirdim ki, yatırımlı saytdır. Mən də hətta ora $5 yatırım eləmişdim. Mən də istəyirdim ki, 2-3 ay sonra gəlirimin qat-qat artıqlamasını götürüm. Mən elə saytlara çox pul vurmağa biraz qorxuram deyil, ehtiyat edirəm ki, belə pisması, yəni hər kəs o pul qazanmaq üçün çox əziyyətlər çəkir. Yəni aldatmaq asandır. Pul əldə eləmək çətindir. O pulu 50 manatı məsələn elə şəxslər var ki, qazanmağa görə 2-3 günü sərf eləyir. Yəni onu belə bir yatırımlı sayta bəxş eləyəndən sonra o pul batandan sonra istər-istəməz insan pis olur. Mən də lap pul nə qədər asan, nə qədər çətin qazanılsa da, yenə hər işin öz əziyyəti var. Ona görə mən belə saytlara çox yatırım eləmirəm ki, batanda da adam çox təsir eləməsin. Amma bizim bir yoldaşımız var, yəni Azərbaycanda vətəndaşı 8.000 manat yatırım eləyib. Yəni biraz istər-istəməz ehtiyatlı olun, yəni nə qədər tanıdığımız, güvəndiyimiz insan olsa da, yəni tam araşdırmadan, o işin içində olmadan çalışın, çox belə saytlara yatırım eləməyin. Sayt haqqında da Zefsin açıqlamasını gözləyirdi hər kəs. Gəlin Zefsin də açıqlama verdiyi videoya baxaq. Ondan sonra daha dəqiq fikirlərimiz aydınlaşsın ki, yəni görək bağlanma məqsədi nədir, səbəb nədir, onları daha dəqiq və dərindən bilək. Buna görə axıra kimi izləyin ki, sonra sizdə suallar yaranmasın. Məsələn, xəstə video çəkmə məcburiyyətindəyəm. İstəyirdim sabah çəkim. Deməli, çox komment yazır ki, reklam elədiyin oyun nə bilim, çıxarış vermir. Birincisi belə bir şey deyim, dünən kriptovalyuta özüm çıxarış eləmişim, bu bir. İkincisi də ki, vermir, mənim bir şeyimə ki. Mən qarış blogerəm, mən reklamla məşğulam, düzdür? Üçüncüsü də ki, mən belə 5 dənə, 10 dənə yatırım saytlarında, iqralarda iştirak edirəm. Və disclaimer də qoyuram ki, yatırım tövsiyəsi deyil. Bunları biz nə görə qoyuruq? Bəzi cındırlar, sabah bir gün dilləri uzun olmasın. Başa düşdünüz? Nəsə qısa konkret onu demək istəyirəm ki, siz elə bir şey yox, Zefs nədir, düşünə var, düşüb ortalığa, ta reklam eləməyəcək falan. Qardaş, mənim pulum buradan çıxır. Mən blogerəm, başa düşürsünüz? Mən yaxşı təklif olsa, mən bu dəqiqə boy şey reklam edərəm. Açığı. Prosta yaxşı təkliflər var onsuz da, yaxında indi bir-birinlə əməkdaşlıq edəcəm. Yəni deyim, qabaqdan bilin. Həqiqətən də adam haqlıdır. Yəni bir saytı reklam edirsə, o demək deyil ki, yəni ki, problem olsa səhər bir gün onun başında partlasın. Həm də ki, belə diqqət yazısı qoyubsa, həqiqətən də yazıb ki, yəni tövsiyə edilmir də. Yəni uyarı veribdir belə deyə. Yəni kim pul yatırıbsa, bu onun günahı deyil məncə də. Çünki o xəbərdarlığını eləyib, amma reklam elədiyi üçün düz deyir, həqiqətən 5 saytın 5-ində reklam edirsən, hamısına nəsə bağlanıb eləsə, heç bir onun günahı deyil şəxsən. İndi isə dostlar, gəlin daha ətraflı bilməyiniz üçün
Xəzər xəbərdə yayınladığı və digər xəbər səhifələrinin yayınladığı real biznes haqqında olan videoya baxaq ki, daha dəqiq bilin. 8000 pul yatırmışam. Səhər durub görmüşəm ki, saytı girmək olmur. İnvestisiya layihəsi adı altında virtual biznes oyununa qoşulub gəlir əldə etmək istədi. Külli miqdarda pulundan oldu. Əvvəlcə 5 dollara onlayn bina alıb, günlük müəyyən məbləğdə gəlir əldə edib. Sonra yatırım məbləği artdıqca gəliri də artıb. Bir gecədə isə bütün pulları yox olub. Sadəcə 5-10 manat artıq qazanmaq üçün, yəni belə bir şey başladım ki, az miqdarda başladım, gördüm həqiqətən qazanmaq olur. Yəni birinci başlayanda şirinləşdirirlər, yəni pul çıxartmaq olur. Ondan sonra axırı yaxın 8000 qoyandan sonra 12 dollarlı limit qoydular mənə. Yəni 12 dollardan artıq çıxartmaq olmaz. Belə ondan sonra bir də gördüm ki, sayta hesabsız girmək olmur. Adının efirdə çəkilməsini istəməyən zərər çəkənin 26 yaşı var. Deyir ki, heç vaxt belə oyunlara aldanmazdı. Ta ki illərdən bəri inanıb izlədiyi, 1 milyondan artıq izləyicisi olan YouTuber bu oyunu reklam edib, ondan gəlir əldə etdiyini açıqlayana qədər. Bir sayt paylaşdı, hansı ki investisiya layihəsi adı altında. Mən də həmin bu sayta giriş elədim. Bu sayt elə bil ki, burada binalar var. 5 dollardan 2000 dollara qədər binalar var. Öz şəhərinizi qurursunuz. Hər binalar da həm gündəlik, həm də aylıq qazanc gətirir. Mən də buna aldanıb həmin sayta giriş elədim. Hardasa 3 ay bundan qabaq. Az miqdarda pulla başladım. Ondan sonra gördüm ki, yəni həqiqətən də pul çıxartmaq olur. Sonra belə artırdım. Hardasa 8000 pul yatırdım ora. Daha da artırdım binaları. Ondan sonra da sayt bağlandı. Hüquqşünas Şamil Paşayev isə deyir ki, onlayn investisiya yatırtmaq istəyən şəxs reklamlara aldanmamalı, informasiya texnologiyaları sahəsində biliyi olan şəxslə, həmçinin hüquqşünasla məsləhətləşməlidirlər. Bilə-bilə yalan ürün, yalan məhsul, yalan xidmət reklam eləmək. Bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb ola bilər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, vətəndaşlara sosial şəbəkələrdə müxtəlif şirinlikləşdirici Pul Qazan adlı oyunların oynanılması təklif edilir. Amma zərər çəkənlər bilmirlər ki, bu onlar üçün növbəti tələnin başlanğıcı olur. Ona görə də vətəndaşlara belə vədlərə inanmamaları və diqqətli olmaları tövsiyə edilir. Aytən Fehruz Üzeyir Ağayev, Xəzər xəbər. Belə deyək, yəni ki, çalışın aldanmayın dostlar. Çünki yəni əlinizdə həqiqətən də 8000, 10000 varsa, yəni onu hansısa sayt üzərindən pul qazanmağınızı gözləməyin. Düzdür, elə saytlar var, kripto valyutalardır. Onlar yəni ucuz alıb baha satmaq olur. Onlar da yəni hər an riskli. Yəni həqiqətən də əlinizdə elə miqdarda pul varsa, özünüzə kiçik bizneslər açın, dükanlar açın, elə işlədib pul qazanmağa çalışın. Çünki indi pis zəmanədir, yəni görürsünüz, heç nədən vurduğunuz pul yəni bata bilər, batmasa belə də ki, yəni başınıza haqq hesablar gələcək, başınız ağrıyıb, güc bala ilə pul alasınız. Ona görə çalışın belə şeylərdən uzaq durun. Kanalımıza da abunə olub, dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.